Deməli, bu dərsdə biz digər funksiyalara baxacağıq. Məsələn, call-ask, NVL, decode, months between, extract və sair funksiyaların hamısına baxacağıq bu dərsdə. Gəlin birinci call-ask-dan danışaq. Bunu mən burada sizə göstərmək istəyirəm. Call-ask funksiyası nə işə yarayır, nə üçündür? Bundan danışaq. Deməli, tutaq ki, sizdə 3 dənə sütunlu bir data var. Burada tutaq ki, olsun fon, burada da olsun, nə deyək, tutaq ki, fin kod məsələn. Və sizə tutaq ki, mail adresi verilib bu formada. Bu formada nömrədir. Bu formada heç ehtiyac yoxdur. Gəlin elə 0 yazaq məsələn. Boşdur. Bu hissədə tutaq ki, heç bir e-mail yoxdur. Məsələn, yenidən mobil nömrə. Bu hissədə də tutaq ki, hər hansısa bir fin kod məsələn. Və bu hissədə də deyək yenidən 0-dur. Bu hissədə deyək 0-dur, tutaq ki, bu hissə doludur. Okay. Biz necə istifadə edirik bu call-ask funksiyasını? Call-ask funksiyası gəlir bura baxır. Yazırıq bura email, phone və fin kod tutaq ki. Düzdür? Gəlir baxır bu e-maila birinci. E-mailin içi doludumu? Doludur. Phone doludur, 0 boşdur, yoxdur heç nə. Amma bunu bizə heç ehtiyac yoxdur, bu gəlsin fin koda baxsın. Bizdə nə edir? İlk dolu olan dəyəri qaytarır. Call-ask-ın əsas dəyəri, daha doğrusu nəticəsi odur ki, ilk dolu olan dəyəri qaytarır bizə. Yəni burada e-mail adresi doludur, düzdür? Deməli bizə cavab olaraq nəyə qaytaracaq e-maili? İkinci sətrə baxsaq, görərik ki, ikincidə e-mail 0-dur, boşdur, heç bir şey yoxdur. Amma telefon nömrəsi var, düzdür? Deməli, ikinci olaraq gətirib bizə qaytaracaq bunu. Yəni, fin kodu qaytarmayacaq artıq. İkinci dolu olana baxır. İkinci doludursa, ikincini qaytaracaq bizə. Üçüncüdə gəlir e-maila baxır birinci, görür boşdur. Phone numberə baxır, gəlir, görür boşdur. Deməli, bu nə edir? Bu yazıq məcbur qalır, fin kodu götürür. Çünki fin kod doludur. Fin kodu götürəcək. Əgər təbii ki, hamısı boşdursa da, boş dəyər qaytarır, boş olur. Call-ask-dan bu qədər. Gəlin NVL-a baxaq. NVL nə üçün istifadə olunur? Tutaq ki, bizdə xatırlayırıqsa, bizdə commission PCT deyə bir sütunumuz var idi da, HR employees cədvəlində. Gəlin elə ona baxaq. Run eləyək. Bir dəqiqə. Commission. Okay. Run eləyək. Deməli, bizdə görürük ki, burada 0 dəyərlər var, düzdür? NVL bizdə nəyə kömək eləyir? Yazırıq bura NVL. NVL bizə kömək eləyir ki, 0 dəyəri başqa nə ilənsə əvəzləyək. Məsələn, 0-la. Tutaq ki. Görürsünüz? 0-la əvəz olundu. Bəs xatırlayırsınızsa, commission PCT sütununda bizdə 0 olmayan dəyərlər də var idi da, düzdür? Onlar olduğu kimi qalıb, heç bir problem yoxdur. İndi gəlin tutaq ki, yazaq ki, bura yazmaq istəyirəm, məsələn, yoxdur. Məsələn, tutaq ki. Gəlin bunu run eləyək, görək işləyəcək. İşləmədi. Səbəb bilirsiniz nədir? Səbəb odur ki, commission PCT-nin özü bir rəqəmlərdən ibarətdir, düzdür? Biz ilk növbədə buna hər hansısa bir string məlumat əlavə etmək üçün biz ilk növbədə bunun özünü tuchara çevirməliyik. Baxın, gördünüz, tuchar gəldi, çatdı bizim köməyimizə. İndi biz daxil eləyəndə görürsünüz, yoxdur. Bu formada olan dəyərlər də gəlib öz-özünə görsənir. Amma nəyi görürük burada? Burada da görürük ki, olmayan dəyərlər ki var, daha doğrusu commission PCT-si olan dəyərlər də mətnə çevrilib .15 olaraq qeyd olunub. Daha sonra biz NVL-dan danışdıq. İndi isə sizinlə danışmaq istəyirəm decode funksiyasından. Tutaq ki, decode nə işə yarayır? Niyə bizə lazımdır decode? Ondan danışaq. Decode funksiyası, bircə dəqiqə, from dual yazaq, tutaq ki. Decode funksiyası nə edir? İki dəyəri bir-birindən müqayisə eləyir. Varsa bir şey yazır, yoxdursa da bir şey. İstədiyimiz nə istəyiriksə onu yazır. Tutaq ki, biz yazmışıq 1, tutaq ki, gəlin yazaq. Bərabər, tutaq gəlin belə yazaq.
Burada da yazaq bərabər deyil. Gəlin bu formada run eləyək. Görək bizə nəyi verəcək. Aha. 1 ilə 1 bir-birinə bərabərdirmi? Bərabərdir. Onda deməli nə edir? Gəlir yazır bərabər. Bəs gəlin 2 yazaq bura. Görək bizə nəyi verəcək? Bərabər deyili verəcək? Bəli, verdi çox rahat bir şəkildə. Decode funksiyasında məğzi budur. İki dəyəri bir-birinə müqayisə eləyir. Bərabərdirsə, ürəyini istəyən nə yazırsınızsa onu yazacaq. Deyilsə də nə qeyd eləmisinizsə onu qeyd eləyəcək. Gəlin tutaq ki, biz burada yazaq belə bir şey və bunu run eləyək. Görürsüz? Əgər heç bir şey yazmasaq, bu bizə null dəyər qaytarır. Yəni bərabər deyil və null, heç bir şey qaytarmır. Bu formada bunu qeyd elədik. Sonrasında gəlin baxaq. Months between funksiyasına baxmaq istəyirəm. Deməli, HR employees-dən təzədən biz açaq bu cədvəlimizi. Deməli, bu cədvəldə gördüyünüz kimi bizdə hire date sütunu var. Düzdür? Biz gəlin bu hire date-dən çıxaraq ayları, görək nə qədər ayımız var. Ay fərqimiz var. Biz bunu nətər eləyəcəyik? Tutaq ki, gəlin elə hire date-in özü də olsun və months between funksiyamızdan istifadə edəcəyimiz üçün months between funksiyamızı yazaq və bura yazırıq sysdate. Niyə sysdate yazırıq? Çünki bayaq sizə izah eləmişdim ki, sysdate bugünün tarixini göstərir, düzdür? Biz də hər hansısa iki bir şey arasında, tarix arasında fərqi tapmaq istəsə bugünkü tarixlə sysdate rahatlıqla istifadə edə bilərik. Bəli. Gəlin buranı biraz artıraq n-ni. Görürsüz 94 ay. Gəlin biz bunu indi yuvarlaqlaşdıraq. Yuvarlaqlaşdırmaq üçün round funksiyasından istifadə olunur. Bunu da burada izah eləyim, danışmış olaq. Round funksiyası nə edir? Yuvarlaqlaşdırır. Gördüyünüz kimi çox rahat bir şəkildə yuvarlaqlaşdırdı. Daha sonra gəlin sizlə extract funksiyasından danışaq. Tutaq ki, mən istəyirəm ki, deməli, gəlin bunu yazaq. Tutaq ki, mən istəyirəm ki, mənim HR date kolumundakı sütunda dəyərlərdən ayları qaytarsın. Mən istəyirəm ki, ayı təkcə qaytarsın, düzdür? Mən bu zaman nə edirəm? Mən bu zaman gəlin ayrı yazaq. HR date, düzdür? Mən burada yazıram extract. Extractdə nə yazacağam? Mən ayı istəyirdim, düzdür? Onda yazıram months from hire date from HR employees. Okay. Bu formada extractdə biz ayı çıxarda bilərik. Tutaq ki, mən istəyirəm ki, yox, ay olmasın, il olsun. Və yaxud gün olsun. Heç bir fərqi yoxdur. Bu formada görürsünüz, ili çıxartdı artıq. Və yaxud burada yazıram ki, gün olsun tutaq ki, bu formada biz rahatlıqla extract funksiyasını istifadə edə bilərik. Deməli, biz bu dərsimizdə nədən danışdıq? Call-ask-dan danışdıq, MVL-dan danışdıq, decode-dan danışdıq, months between-dən, round-dan və extract-dan danışdıq. Gəlin sizə bir dənə bir şey izah edim. Tutaq ki, gəlin belə eləyək. Select ulduz from HR.employees. Düzdür? Okay. Deməli, belə yazdıq. İndi gəlin biz baxaq ki, bizim manager ID kolumuz var. Görək orada 0,1 dəyəri varmı? Gəlin birinci buna baxaq. Görürsünüz, 0 dəyərimizi qaytardı. 0-dur Stephen King. Yəqin ki, bu CEO-dur, ona görə də onun meneceri yoxdur. Deməli, bizə lazım olan nədir burada? Count-un sayması. Count necə sayır? Count 0 dəyərləri sayırmı? Gəlin ona baxaq bir dənə. Deməli, select count eləyirik. Manager ID. Düzdür? From HR.employees. Baxın, 106 dənə. Amma biz əvvəlki dərslərimizdən də yadımıza salsaq, görərik ki, bizim əslində burada 107 dənə sətrimiz var.
Deməli count neynir? Count null dəyərləri saymır. Ona görə də hər zaman bu null dəyərlərə diqqətlə fikir vermək lazımdır. Ümumiyyətlə ilk növbədə baxmaq lazımdır ki, cədvəldə null dəyər varmı, yoxsa yoxmu? Bu dərsimiz bu qədər idi. Növbəti dərslərdə aqreqat funksiyalarına baxacağıq. Sonrasında digər məlumatları da sizə deyəcəm. Joinlərə baxacağıq, qruppaya baxacağıq və s. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.